Və başımda da gicgahımda ağrılar var məsələn. O gicgahda ağrılarda ayda elə bir dəfə, elə bir ki, o elə bir şey gəlir. Nəsə, elə bir ki, onun momenti var. O tutdu, gözümü də çıxardır. Həmin gözüm də çıxır elə. Gözünüz sulanır? Gözüm sulanır. Ona gicgahımdan ağrı tutur. Başımı aşağı eləyəndə də elə bilirəm ki, orada içəridə sıxıra kimi belənsinəsə elə bir cür nəsə keçir elə bilirəm. Onda əlimi tuturam belə, qalxıram. Məsələn, gözünüzdən yaş gəlir? Hə, gözüm sulanır. Burnunuzdan da gəlir? Burnumdan öyle hiss eləməmişəm, yox. Amma gözünüz qızarır? Gözüm qızarır, bir də gözüm ağrı. Ağrı ən çox gözüm ağrır. Göz həkiminə də getdim. Mənə dedi ki, o həkim də dedi ki, başınızın ağrısındandır. Başınız ağrı olur, dedim hə. O da elə bir göz damcısı yazdı, nə yazacaqdı ki, başım? Yox, nerviyə yazdı, sinir. Həmişə başınızın sol yarısı ağrıyır? Həmişə soldu. Həmişə soldu olur. Tamam, bildim hər gün olmur. Amma həmişə sol ağrıyır. Həmişə sol ağrıyır. Mən də heç dəyişməyib, sağ tərəf ağrımır. Yox, həmişə də deyirəm ki, mənim sol tərəfim yoxdur. Var hamıya deyəndə də ağrım olanda. Ayda neçə dəfə olur o gözünüz ki, hansı gözünüz qızarır, o elə bir sulanır, yaş gəlir, belə tutursuz ağrı? O ayda bir dəfə olar, bəzən olmur. Baxır da, elə bilmirəm, su epizodik olur da, ayda bir dəfə. Hə, elə bir şey. Amma başımın bu hissələrində saxda ağrı yoxdur. Yoxdur. Məsələn, ancaq gicgahımdadır, bax bu hissədə. Bildim, başa düşdüm.